Word 2007 proqramına həsr olunmuş növbəti video dərsdə sizi salamlayıram. Bugünkü dərsimizin mövzusu sətrin hündürlüyünün və sütunun eninin dəyişdirilməsi olacaq. İlk növbədə bu mövzunun mahiyyəti haqqında onu qeyd etmək istəyirəm ki, əgər biz cədvəl yaradarkən digər üsuldan, yəni karandaş üsulundan istifadə etmişiksə, bu zaman cədvəlimizdə qeyri-standart vəziyyət yaranacaq. Yəni, sətirlərin hündürlükləri və eləcə də sütunların eni bərabər olmayacaq. Bu kimi problemin həlli üçün Word 2007 proqramı çox unikal üsullar təklif edir. Bu üsullardan istifadə edərək biz cədvəlimizdə sətrin hündürlüyünü və sütunun enini bərabərləşdirəcəyik. Gördüyümüz kimi belə bir cədvəli siz də ekranınızda qurun və yaxud da hazır qurulmuş cədvələ göstərilmiş mövzunu tətbiq edin. Cədvəl qeyd olunur. Bizə tanış olan maket lenti üzərində sol düyməni bir dəfə sıxırıq və bu mövzu ilə əlaqəli işləyən bölmə razmer yacheyki, yəni xanaların ölçüsü adlanan bölmə adlanır. Həmin bölmədə Vravnyats Vsatu Strok sətirlərin hündürlüyünü bərabərləşdir adlanan düyməni sıxdıqda mövcud cədvəlimizdə sətirlərin hündürlüyü bərabərləşir. Vravnyats Şrinu Stoltsav adlanan düyməni sıxdıqda isə məhz mövcud cədvəlimizdə sütunların eni bərabərləşir. Bu göstərilmiş üsuldan istifadə edərək avtomatik olaraq cədvəldə mövcud olan sətrin hündürlüyünü və eləcə də sütunun enini bərabərləşdirmək olar. Bu üsullardan biri. Digər bir üsulu isə əl vasitəsilə cədvəldə müəyyən hündürlüyün və enin nizamlanmasıdır. Bunun üçün Word 2007 proqramında xüsusi bir element, yəni xəttkeş elementini siz görürsünüz. Həmin elementdən istifadə etməklə biz cədvəldə sütunun enini müstəqil olaraq sol düyməni sıxaraq dəyişə bilərik və həmçinin onu böyüdüb və yaxud da kiçildə bilərik. Bu, tətbiq olunan digər ikinci üsul. Çox sağ olun.